Vaxtınız xeyir olsun. Deməli, dayaq hərəkət aparatının üçüncü mövzusu olan insanın əzələ sistemi haqqında danışacağım bugün sizlərlə. Dayaq hərəkət aparatının əzələlər aktiv hissəsinə aiddir. Burada açar sözlər enine zolaqlı əzələ, saya əzələ, ürək əzələsi, miofibril nədir, vətər nədir? Bu ifadələrə baxacaq. İlk öncə deyək ki, əzələ sisteminin sayəsində hərəkət, ürəyin döyünməsi, qidanın həzm kanalının irəliləməsi bunlar əzələ sistemi sayəsində mümkün olur. Əzələlərin, hansı əzələlərin iş iradəmizdən asılıdır? Bu əzələlərin quruluşu digərlərindən fərqlənirmi? Bu mövzuda bu suallara cavab tapacaq. Fəaliyyət hissəsində olan tapşırığı isə baxaq. Deməli, statik iş zamanı yorulma. Əgər insan, şagird düşünək, qolunu yan tərəfə uzadır və əlində yük saxlayır. Burada olduğu kimi. Və lövhədə qolun başlanğıc hündürlüyü qeyd olunur, saniyə ölçən işə salınır. Şagird qolunu mümkün qədər sabit saxlamağa çalışır, müəyyən aralıqlarla yorğunluq əlamətləri qeyd olunur. Əgər biz bu təcrübəni həyata keçirmiş olsaq, bir müddət sonra görərik ki, əzələlərimiz titrəyir və yavaş-yavaş aşağı enməyə doğru başlayır. Çünki əl yorulur müəyyən bir zaman sonra. Və bunu necə olur ki, insanın əzələsi yorulur? Bunlara indi bu mövzuda baxacağıq. Deməli, müzakirə edilir. Əzələlər uzun müddət və istirahət etmədən işləyərsə, onların iş qabiliyyəti necə dəyişər və nə üçün? Çünki əzələlər uzun müddət dayanmadan işləyərsə, onlarda yorğunluq halı baş verər. Çünki onlarda glikoza var ki, glikoza parçalanır, enerji ayrılır. Lakin müəyyən müddət keçdikdən sonra artıq enerji bitir əzələlərdə və onlarda yorulma baş verir. Əzələlər özü əzələ toxuması 3 qrupa ayrılır. Ürək əzələsi, saya əzələ və eninə zolaqlı əzələ. İlk öncə eninə zolaqlı əzələdən başlayaq. Deməli, eninə zolaqlı əzələnin özünə əgər biz mikroskop altında baxsaq, bir şəklində göstərilən eninə zolaqlı əzələdir. Bunların hər biri əzələ liflərindən təşkil olunub. Bu əzələ liflərinin bir hüceyrəsində üzərində baxın, burada işarələnmiş bu rənglərdə olan hissələr nüvələrdir. Hər bir hüceyrənin nüvəsi olduğu kimi əzələ hüceyrəsinin də nüvəsi var. Lakin baxıb görsək, görürük ki, eninə zolaqlı əzələnin bir hüceyrəsində çoxlu nüvələr var. 2, 3, bəzən isə bu çox da ola bilər. Buradan belə bir məntiqə gəlirik ki, eninə zolaqlı əzələlərin hüceyrələri çox nüvəlidir. Uzundur, yəni silindrikdir. Bunlar bir-birinə paralel istiqamətdə yerləşib. Və eninə zolaqlı əzələlərə biz rast gəlirik skeletimizdən daha çox. Ona görə də bu hüceyrələri, eninə zolaqlı əzələ bizim iradəmizdən asılıdır. Yəni, biz istədiyimiz zaman qolumuzu, ayağımızı, ətraflarımızı hərəkət etdirib, büküb aça bilirik. Məsələn, eninə zolaqlı əzələyə ancaq skeletdəmi rast gələrik? Xeyr, əlbəttə ki, xeyr. Daxili orqanlarımızın da bəzilərində biz bunu, məsələn, dilimizin əzələsi, sonra damağımızdır, udulağımızın bir hissəsinin əzələsi, bunlar da eninə zolaqlı əzələlərdən təşkil olunub. Bunların lifləri dedik ki, bir-birinə paralel istiqamətdə yerləşib və hüceyrələri çox nüvəlidir. Və əzələ lifinin daxilində, bunların daxilində miofibrillər olur. Onlar da yığıla bilməsi üçün əzələyə strukturlardır, miofibrillər. İkinci şəkildə göstərilən isə saya əzələdir. Üçüncü isə eninə zolaqlı əzələdir. Əzələnin yığılmasında miofibrilin daxilindəki aktin və miozin adlı iki əsas zulalın qarşılıqlı təsiri nəticəsində baş verir. Yadda saxlayaq. Deməli, miofibrilin daxilindəki aktin və miozin adlı iki zulal var. Nədir bu? Baxın, bu bir miofibrildir. Onların daxilində aktin və miozin var. Onların bir-birinin üzərində sürüşməsi nəticəsində əzələ lifləri yığılıb boşalır. Əzələlərin miofibrillər birləşib
belə bir əzələ lifini əmələ gətirir. Bu enine zolaqlı bir əzələ hüceyrəsidir. Çünki baxın, çoxlu nüvələr var. Deməli, bu enine zolaqlıdır. Və bu miofibrəllərin yığılması nəticəsində əzələ lif əmələ gətirir. Əzələ lifləri isə yığılır, belə bir üzəri birləşdirici toxumadan ibarət örtük var. Bunların lifləri birləşib dəstə əmələ gətirir. Dəstələr də vətərlər vasitəsilə skelet əzələlərinə bağlanır. Deməli, skelet əzələlərinə bağlanan enine-zolaqlı əzələlərin vətərləri var və vətər vasitəsilə əzələlər sümüklərə bağlanır ki, əlimizi, qolumuzu bükən zaman, açan zaman bu vətərlər əzələləri dartır və yaxud boşalaraq əzələnin açılıb yığılmasına səbəb olur. Əzələ liflərindən üzərində dedik ki, birləşdirici toxumadan ibarət kişa var ki, bunların üzərinə örtür. Sayə əzələ isə daxili orqanları, məsələn, bağırsaq, damar, sidik hissəsi və mədənin divarlarında yerləşir. Məsələn, qidalanma zamanı qida mədəyə ötürüldükdə mədənin özünün divarında olan sayə əzələlərin çəpinə, həlqə və əzələlərin mexaniki olaraq yığılıb açılması nəticəsində mədənin daxilində biz mexaniki həzm baş verir. Bu da həmin sayə əzələ sayəsindədir mümkün olur. Sayə əzələ dedik ki, bağırsaqlarımızda, daxili orqanlarımızın divarlarında olur. Sayə əzələnin liflərinə baxdıqda görürük ki, skelet əzələsindən fərqlidir sayə əzələnin lifləri. Çünki bunların lifləri qısadır. Məsələn, enine-zolaqlı əzələnin lifləri bir-birinə paralel şəkildə uzanmış uzun liflərdir. Ancaq sayə əzələlərinin lifləri qısadır və hər bir lifin daxilində bir ədəd nüvəsi var. Burada hər biri bir nüvəlidir. Və insanın iradəsinə tabe deyil, yəni iş prinsipi qeyri-iradidir. Enine-zolaqlı əzələsi iradəlidir, yəni insan özü istədiyi vaxtda əlini, qolunu, ayağını hərəkət etdirə bilir. Qeyri-iradi sayə əzələləri isə biz istədiyimiz vaxt bağırsağımızın işini dayandıra bilmərik və yaxud mədəmizin işini dayandıra bilmərik. Bu bizim iradəmizdən asılı deyil. Sayə əzələlər bir nüvəlidir, enine-zolaqlı əzələlər isə çox nüvəli. Bunların fərqi. Ürək əzələsinə gəldikdə isə ürək əzələsinin iş prinsipi qeyri-iradidir. Yəni insan iradəsinə tabe deyil, sayə əzələ kimi. Lakin sayə əzələdən fərqlidir. Çünki bunlar paralel bir qədər yan-yana düzülür. Sadəcə onlar arasında sinsi tor əmələ gətirirlər. Haradasa əzələlər birləşirlər. Baxın, paralel şəkildə etsə də birləşiblər. Çünki bu da ürəyin yığılıb boşalma qabiliyyəti ilə bağlıdır ki, ürək siklik şəkildə yığılma və boşalma qabiliyyətinə malikdir. Ancaq insan iradəsinə tabe deyil. Ürək əzələsinin də şəklini göstərdim. Fərqi ürək əzələsi də qeyri-iradidir. İndi baxaq əzələlərə. Deməli, insanın bədəni başın, gövdənin, yuxarı və aşağı ətrafın əzələlərinə ayrılır. Başın əzələlərinə üzdə mimiki əzələlər və çeynəmə əzələləri aiddir. Çeynəmə əzələləri sayəsində biz ağızda qidanı çeyniyirik, hərəkət olunur. Alt çənə hərəkət etdikcə çeynəmə əzələləri də hərəkət edir. Mimiki əzələlərin isə bir ucu dəriyə bağlanıb. Sonra gövdənin əzələsində deltaya bənzər əzələ, böyük döş əzələsi, bazunun ətraflarda bazunun iki başlı, arxa hissədə bazunun bu hissədə üç başlı əzələsi var. Qarının düz əzələsi, budun dörd başlı və arxada isə budun iki başlı əzələsidir. İndi bu iki başlı və üç başlı əzələlər nədir? Onlara da aydınlıq gətirəcəm. Dedik ki, əzələlər, skelet əzələləri vətərlər vasitəsilə bir-birinə bağlanır. Burada bizə deməli, öyrəndiklərinizi tətbiq edin hissəsində şəkil verir. Şəkildə bir-birinin əksinə təsir edən antagonist, yəni antagonist o deməkdir ki, bir-birinin əksinə biri yığılırsa, digəri açmağa kömək edir. İki əzələ qrupu göstərilib. Verilənlərə əsasən bazunun iki başlı əzələyə biz deyirik biceps.
və üç başlı triceps əzələlərinin iş prinsipini izah edin. Deməli, biz demişdik ki, bazu birləşir arxadan yerləşən kürək sümüyünə və oynaq əmələ gətirir. Bazunun bu oynağı bağlar vasitəsilə sümüklər bir-birinə birləşir. Bundan əlavə, əzələlərin də birləşməsi sümüklərə vətərlər vasitəsilədir. Bazunun öndə yerləşən bu əzələsi iki başlı, yəni biceps əzələdir. Arxada yerləşən əzələsi üç başlı əzələdir. Əgər biz qolumuzu bükürüksə, bükmə zamanı iki başlı əzələ yığılır. Öndə yerləşən iki başlı əzələ yığılır. Ancaq açmaq istəyiriksə, bazunun üç başlı əzələsi sayəsində biz, onun yığılması sayəsində biz açırıq qollarımızı. Deməli, bazunun iki başlı əzələsi yığır, bükməsinə, qolun bükülməsinə, üç başlı əzələ isə açılmasına xidmət edir. Və bu açılıb yığılmada iştirak edən dirsək sümüyüdür, bazu sümüyüdür, bunlar iştirak edir. Şəkildə rəqəmlərlə verilmiş strukturların qolu açan və bükən əzələlərin fəaliyyətində nə kimi rolu var? Fikrinizi əsaslandırın. Dedik ki, iki başlı əzələ qolların bükülməsinə xidmət edir, üç başlı əzələ isə qolların açılmasına. Açılıb bağlananda burada skeletin özü də iştirak edir. Ona görə bazu sümüyü, sonra dirsək sümüyü, burada oynaq var, mil dirsək sümüyü, yəni sahib sümüyü iştirak edir. Aşağı ətraflarda isə baxanda burada skeletin şəklinə baxaq. Aşağı ətrafların bükülməsində isə budun dörd başlı əzələsi öndə yerləşir və bu açıcı əzələdir. Yəni, açmağa xidmət edir. Açıcı. Arxada yerləşən budun iki başlı əzələsi isə bükür. Belə də yadda saxlaya bilərik ki, əgər qarışdırırıqsa, iki başlı əzələlər, iki başlı əzələ bükür. Çünki bazuda iki başlı öndə yerləşirdi, bükməyə xidmət eləyirdi. Budda isə iki başlı əzələ arxada yerləşir və bükməyə xidmət eləyir. Budun dörd başlı əzələsi isə ayaqların açılmasına xidmət edir. İndi gəlin bu mövzu ilə bağlı suallara baxaq. Öyrəndiklərinizi yoxlayın hissəsində insanda əzələ toxumasının hansı növləri var və bu növlərin əsas xüsusiyyətləri nələrdir? İnsanda əzələ toxumasının üç növü var. Saya əzələ, enine-zolaqlı əzələ və ürək əzələsi. Bunların xüsusiyyəti odur ki, saya əzələ qeyri-iradidir, insan iradəsinə tabe deyildir. Enine-zolaqlı əzələ iradidir, ürək əzələsi isə saya əzələ kimi qeyri-iradidir. Və enine-zolaqlı əzələ çox nüvəlidir, saya əzələ isə bir nüvəlidir. İkinci, saya əzələ ilə ürək əzələsi arasında hansı fərqlər var? Fərqlər odur ki, saya əzələnin lifləri qısaydı, ancaq bir də bunlarda yığılma və boşalma gec olur. Ancaq enine-zolaqlı əzələlərdə daha sürətli yığılma, boşalma və yorulma daha çox enine-zolaqlı əzələlərdə baş verir. Saya əzələ qeyri-iradidir. Ürək əzələsi də qeyri-iradidir, amma arasında fərq saya əzələ bir nüvəlidir, ürək əzələsi isə bir və yaxud iki nüvəli ola bilir. Üçüncü, vətərlərin əzələ ilə skelet arasında əlaqə yaratmaqdakı rolu nədir? Çünki dedik ki, məsələn, qolumuzun bükülməsində və açılmasında həm vətərlər, həm də əzələlər iştirak edir. Çünki əzələlərdə yaranan yığılma, boşalmanı vətərlər vasitəsilə əzələlərə ötürür. Sümüklər də həmin o vətərlər vasitəsilə birləşir.